Salam uşaqlar, səhifə 38 izah edirəm, diqqətlə qulaq asın. 5-ci tapşırığa baxıram. Baxın, 180-dir, açıq bucaqdır. Belə qaralayın. Bu nədir? Bunların bir yerdə cəmi nəyə bərabərdir? 180-ə. Yəni 4x topla 12 üzərinə 116 bərabər nəyə? 180-ə. Açıq bucaqların cəmi nədir? 180. Yəni bu bucaqla bu bucağın cəmi nə eləməlidir? 180 dərəcə. 4x bərabərdir. 180-dən çıxıram 116-nı, çıxıram 12-ni. 4x bərabərdir. 12 ilə 116-nı toplasa nə eləyir? 128. 180-dən 128-ə çıxdım. 4x bərabərdir 2. Ondan 8, 2, 7 qaldı. 7-dən 2, 5. X də bərabərdir 13. X-in qiymətini soruşur elə. X-in qiymətini aldıq 13. Keçirəm. Bunun da bucaqların cəmi nəyə bərabərdir? Yəni bu bucaqla bu bucağı toplayanda nəyə bərabər eləyirik? 180-ə. 4x topla 18 üzərinə x topla 12 nəyə bərabərdir? 180-ə. 180-ə. 4x-dən 1x-i topladıq. Nə edir? 5x üzərinə 18-dən 12-ni də toplayanda 30. Bərabərdir 180-ə. 5x bərabərdir 180-dən 30 çıxırıq 150. X də bərabər nə? 30-a. X-in qiyməti nə oldu? 30. Üçüncüyə baxıram uşaqlar. Baxın, bu nədir? Açıq bucaqdır. Bunların toplam bir yerdə cəmi nəyə bərabərdir? 180-ə. 3x topla 30 üzərinə 4x topla nə? 45. Bərabər nəyə? 180-ə. 3x-lə 4x-i toplayan nə eləyir? 7x. 30-lə 45 toplayan nə eləyir? 75. Bərabərdir 180-ə. 7x bərabərdir 180-lə 75-i çıxan nə eləyir? 105. 105-i də vurma olacaq, bölmə. 105-i də nəyə böləcəyim? 7-yə. Bu da 15. Cavabımız nə oldu? 15. 105-i 7-yə böləndə 15 eləyir. Yoxdur bunun. 6-cıya baxırıq. Qonşu bucaqlarının biri o birinə 3 dəfə böyük olarsa. Baxın, qonşu bucaqlardır. Biri o birindən 3 dəfə böyük olarsa. Biri x olardı. Digər nə olur uşaqlar? 3x olur da. Çünki biri o birindən 3 dəfə böyükdür. 3 dəfə. Bunlar toplam bir yerdə nəyə bərabərdir? 4x-ə 3x-la bir yerdə x toplayarıq. Nəyə bərabərdir? 180-ə. 4x bərabərdir 180. Vurmadı. Sağa gələndə bölmə olur. 180-nə indirik, bölürük 4-ə. 16, 20-ni də 4-ə böləndə 5. 45 elədi. Demək, bu bucaqların dərəcə ölçülərini tapın. X-imiz nə oldu? 45. Bura neçə olacaq? Çünki 3 vur 45 olur axı. 3 vur x-dir. 3-ü vururam 45-ə. Nə edir? 15. Bu da 135. Nə etdi? Biri 135 olur, biri də 45 olur. Yeddinciyə baxıram. Qonşu bucaqlarının biri o birindən 36 dərəcə böyükdür. Baxın, qonşu bucaqlar var. Biri budur, biri də budur. Biri o birindən 36 dərəcə böyükdür. Böyük olan haradır? Baxın, bunun ağzı böyükdür. Yəni, bura böyük. X toplu 36 bura olsa əgər, bura x olur.
Bunların dərəcə ölçüsü nəyə bərabərdir uşaqlar? 180-ə. X topla 36 üzərində x gəldi. Nəyə bərabərdir? 180-ə. 2x olur. Çünki qıslar toplayınca x. 180 çıxılsın 36 olur. 2x bərabərdir. 180-dən 36 çıxanda 144. Bu da nə etdi? 72. Bucaqların dərəcə ölçüsü. Tək x olan nədir? 72 eləyir. Burada yerinə qoysa 72-nin üstünə 36 gələn nə elədi? 108 də bura oldu. 8-ci tapşırığa baxaq. Biri 72 olur. Biri də nə oldu? 108 oldu. Burada nə tapmışdı uşaqlar? 45 ilə 135 dəyərsən tapmışdıq. 4 idi. 4-ə vuranda. 45 ilə 135. İndi 8-ci tapşırığa baxın. Qonşu bucaqların biri o birinə 3-də 2 hissəsini təşkil edir. Uşaqlar 3-də 2 hissəsini deyəndə bilin ki, biri 3x-dır, biri də 2x-dır. Demək, böyük olan haranı götürürəm? Buranı 3x götürürəm. Buranı isə 2x götürürəm. Bunlar toplam bir yedi nəyə bərabərdir? 180-ə. 3x topla 3x bərabərdir 180-ə. 5x bərabərdir 180-ə. X da bərabər 185-ə böləndə 15, 30 da 5-ə 6, 36. Demək, bu bucaqların dərəcə ölçüsünü tapın. 2 vur x-dır da, x-imizi 36 tapmışıq. 2 vuranda 36-ya bura 72 eləyir. 3-ü də vururum 36-ya, bura 108 eləyir. 9-cu tapşırığa baxıram. Qonşu bucaqlarından birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. Yəni, qonşu bucaqlarda 4x-dır, biri də 11x-dir. Bərabərdir. Deyir ki, digərinin 11 mislinə bucaqların birinin 4 misli, digərinin 11 mislinə bərabərdir. Yəni, biri 4x olanda, biri də 11x. Bunlar toplam bir yerdə nəyə bərabərdir? 180-ə. 30, 30-u 15-ə böləndə 2, 12. Bu bucaqların dərəcə ölçüsünü soruşur. 4 vur x-dir. X-imiz nədir? 12 aldıq. 4-ü vuram 12-yə. Nə elədi? 48. Və 11 vur x nə olur? 11-i də vuram 12-yə. %132. Demək, 9-cuda nə aldıq? 12, yox, 48, digər nə oldu? 132. Burada da nə aldıq? 36, yox, 72 aldıq. Biri də 108. Onuncuya baxırıq. Qonşu bucaqlardan kiçiyinin 2 misliyə, böyüyünün cəmi 226-ya bərabərdir. Bu bucaqların dərəcə ölçüsünü tapın. Baxın, qonşu bucaqlardan kiçiyinin 2 misli ilə böyüyünün cəmi 226-dır. 2x baxın.
2x bərabərdir 226 nə eləyir? Aha. Deyir ki, bərabərdir böyüyünün cəmi 226-dır. Qonşu bucaqdan kiçiyindən böyüyünün. Aha, 226-dır böyüyünün cəmi. Olur ki, 226-dan 180 çıxanda nə eləyir? 46. Baxın, 2 dənə bax belə xətt çəksək, bunlarla bunun cəmi nə verir? 226-dırsa, hər birinə düşür 226-dır. Nə düşür? Baxın, belə olur. Siz çarpaz düz xəttləri keçməmisiniz. İkisi bir yerdə 226. Demək, biri 180-dən çıxıram 126, 226-na. Baxın, buradan bura kimi 226-dır. Demək, bu 180-i mən çıxsam 226-dan. Nə qalır? 46. Demək, bura 46-dır uşaqlar. Bura da 46-dır. Bu bucağa 180 olmalıdır. 180-dən də nəyə çıxıram? 46-nı. O da nə eləyirdi? 134. Buraya hansı bucaq oldu? 134 dərəcə. Sonra geçirik. Bura biri 134. Digər nə oldu? 46. 11-ci tapşırığa baxıram. Qonşu bucaqlardan böyük bucağın 2 misli ilə kiçik bucağın 4 mislinin cəmi 424-dür. 424-dür. 212 alınır. Baxın. Baxın. Bunların bir yerdə 424-dür. Baxın. Hər birinə nə düşür? 360-dan 424-ü çıxsam. 6-ya bölsəm. Kiçik bucağın 4 mislinin cəmi. Qonşu bucağın böyük bucağın 2 misli. Kiçik bucağın 3-ə bölsəm. Kiçik bucağın 2x-la 4y məsəl üçün. Nə belə? 2-yə gedir, 2-yə gedir. X bərabərdir y-ə. 2y-ə. Demək, biri y olanda digəri 2y-dir. Bərabər nəyə? 424-ə. 3y nə bərabərdir? 424-ə. 3-ə böləndə nə eləyir? 1, 4. Yox, bu deyil. Qonşu bucaqların böyük bucağının 2 misli ilə, bu məsəl üçün böyük bucaq. Bura x verirəm, burada y verirəm uşaqlar. X topla y nəyə bərabərdir? 180-ə. Bir də deyirəm ki, bunun böyük bucağımızın 2 misli, üzərinə gələn böyük bucağın, kiçik bucağın 4 misli. Nəyə bərabərdir? 424-ə. Biz bunu nə edirik? İçini qarşıya çıxarsam, bu sizə böyük bir şey vermir. Nə edirəm? Baxın. Böyük siniflərdə biz belə edirik. 2x toplar 4y bərabərdir 424-ə.
Burada da x topla y bərabərdir 180-ə. Mən buranın hər birini 2-yə vuraram. Demək, belə alınır. 2x topla 4y bərabərdir 424-ə. 2'ye vursam 2x, 2'ye vursam 2y beraberdir. 2'ye vursam 360. Neyinirəm? Tərəf-tərəfə çıxıram uşaqlar. X'lar gedir. 2x-dan 2x çıxanda nə eləyir? 0. 4'dən də 2 çıxanda nə eləyir? 2y bərabərdir 360 yazım. 424'dən də 360'ın çıxanda 4. 12'dən 6 çıxanda 6. Y bərabər nəyə? 32. Y-imiz 32 olanda 180'dən də 32 çıxanda nə eləyir? 148. Demək, bir bucağımız 148, digər bucağımız 32. Keçirəm. Qonşu bucaqlardan biri digərinin 80%-nə bərabərdir. 1x olanda uşaqlar, biri də 0,8x olur. Məsəl üçün, bu bucaqların dərəcə ölçüsünü tapın. Bunların toplam bir nəyə bərabərdir? 180-ə. Yəni 0,8x üzərinə 1x gəldi 180-ə. 0,8 ilə 1'i toplayanda nə eləyir? 1,8x bərabərdir 180-ə. X bərabərdir 180-i böləcəm 1,8-ə. X nəyə bərabərdir? 180-i böləcəm 10-18-dir də uşaqlar. İndi 180 bölünsün, vurmaya çevrilir. 10 yuxarı qalır, 18 aşağı düşür. 18 18 gedir. X-ə bərabər nəyə? 100-ə. Demək, bucaqların dərəcə ölçüsünü tapın. Bura 100 olanda, uşaqlar, burada nə olur? 100-ün də 80% nə eləyir? 80. İndi bucaq belə fərqlidir ki, buranı 0,8 götürək, buranı x götürəyim. Buranı uşaqlar. Buranı 0,8 götürün, buranı x. Bura 100 olur. Çünki baxın, kör bucaq yaranır. Burada 80. Bu qədər uşaqlar. Abunə olmalı.